Zəngəzur dəhlizi təkcə infrastruktur layihə deyil, həm də regional layihədə artıq Zəngəzur dəhlizinin 93% tamamlanıb. Elə biz də söhbətimizi bu istiqamətdə davam etdirəcəyik. Studiyada qonağım millət vəkili Vüqar Bayramovdur. Vüqar müəllim, xoş gördük sizi. Təbii ki, artıq bu dəhlizlə bağlı, bu layihə ilə bağlı mühüm addımlar atılıb və qeyd etdiyim kimi 93% tamamlanıb. Öncə tamaşaçılara daha ətraflı məlumat verək. Çünki burada həm nəqliyyat layihəsi var, həm dəmir yol layihəsi var. Bu barədə daha ətraflı öncə tamaşaçılara məlumat verək. Bu Zəngəzur dəhlizi ilə bağlı. Təbii ki, nəzərə alsaq ki, Zəngəzur dəhlizi qeyd etdiyiniz kimi yalnız Azərbaycan və qonşu ölkələr üçün deyil, daha geniş aləmdə region və eyni zamanda hətta təbii ki, bu Avropa, Asiyanı birləşdirən bir dəhliz olacaq. Zəngəzur dəhlizinin Azərbaycan hissəsi var və siz qeyd etdiyiniz hissələr və görülən işlər məhz Azərbaycan hissəsində həyata keçirilən işlərdir. Və bu baxımdan təbii ki, Zəngəzur dəhlizi həm dəmir yolu xətti, həm avtomobil yolu xəttindən ibarətdir. Və avtomobil yolu xətti ilə bağlı təbii ki, artıq 93% tamamlanıb. Və Xoradizdən başlayaraq, yəni Füzuli rayonundan başlayaraq bu artıq Zəngilan rayonuna qədər, sərhədə qədər uzanan bir yoldur, dəhlizdir. Eyni zamanda təbii ki, dəmir yolu xətti də inşa edilir. Dəmir yolu xətti də eyni ilə Xoradiz şəhərindən başlayaraq sərhədə qədər uzanan bir dəmir yolu xəttidir. Məsələn, Zəngəzur dəhlizinin infrastruktur baxımından, eyni zamanda iqtisadi baxımdan fəlsəfəsi ondan ibarətdir ki, bu bütövlükdə digər nəqliyyat dəhlizlərinin inteqrasiya olunacaq. Təbii ki, nəzərə alsaq ki, bu bütövlükdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən quru nəqliyyat dəhlizi olacaq. Və nəticə etibarilə ilə Zəngəzur vasitəsi ilə Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi həyata keçiriləcək. Azərbaycan tərəfində həm reportajda qeyd olunduğu kimi kifayət qədər intensiv işlər həyata keçirilir və gözlənilir ki, 2025-ci ildə bütövlükdə Zəngəzur dəhlizinin Azərbaycan hissəsi yekunlaşacaq. Və artıq biz növbəti aylarda həm təbii ki, daha tez avtomobil yolunun yekunlaşmasını müşahidə edəcəyik, çünki 93% artıq tamamlanıb. Daha sonra dəmir yolu xəttinin tamamlanması reallaşacaq və təbii ki, kifayət qədər müasir standartlara uyğun həm avtomobil yolu, həm dəmir yolu xətti çəkilir. Və nəticədə Azərbaycan tərəfində olan işlər 2025-ci ildə yekunlaşacaq və sözsüz artıq növbəti mərhələdə Zəngəzur dəhlizinin reallaşması və istifadəyə verilməsidir. Vüqar müəllim, və siz də bilirsiniz ki, Ermənistanda revanşist fikirlər var və onlar bu dəhlizin açılması ilə də bağlı öz çirkin fikirlərini səsləndirirlər və bunun açılmasına sanki maneələr yaradırlar. Və sizcə onların bütün bu çabaları nə ilə nəticələnəcək? Zəngəzur dəhlizinin açılması cənab prezidentin qeyd etdiyi kimi zaman məsələsidir. Yəni Zəngəzur dəhlizi bütün hallarda reallaşacaq. Və nə qədər tez reallaşarsa, o regionda sülhün, beləcə də əməkdaşlığın formalaşması baxımından daha çox imkanlar yarada bilər. Çünki bildiyiniz kimi, kommunikasiyaların yenidən açılması bu bütövlükdə həm 2020-ci ildə bağlanmış üç tərəfli anlaşmanın tərəflərindən biridir. O cümlədə təbii ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan əsas hissəsi arasında quru nəqliyyatının, dəhlizin formalaşması da məhz həmin anlaşmada götürülən öhdəliklərdən biridir və təbii ki, Ermənistan tərəfinin bu öhdəliyidir. Və sözsüz Ermənistan tərəfi hər vəclə təbii ki, bu öhdəliyi yubatmaq və ya yerinə yetirməməyə çalışır. Əslən, təbii ki, çox fərqli, biz İrəvandan çox fərqli dövrlərdə fərqli fikirləri eşitirik. Bəzən Zəngəzur dəhlizi ilə bağlı fərqli yanaşmalar təqdim olunur. Hər halda amma reallıq bundan ibarətdir ki, Ermənistan Zəngəzur dəhlizinin reallaşmasını yubatmağa çalışır. Təbii ki, burada söhbət prosesin yubanmasından və prosesin xüsusən də Zəngəzur dəhlizinin tam olaraq nisbətən gec istifadəyə verilməsindən gedə bilər. Çünki Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın öhdəliyi var və Ermənistan tərəfindən həmin öhdəliyi yerinə yetirməsi təbii ki, vacibdir. Revanşist meyllər təbii ki, Ermənistanda son aylar və hətta son həftələr daha da güclənib, amma təbii ki, nəzərə alsaq ki, burada söhbət Ermənistanın öhdəliyindən gedir və söhbət təbii ki, həm də ondan gedir ki, əgər yalnız Ermənistan deyil, həm də təbii ki, regionda marağı olan dövlətlər və bəzi hallarda Ermənistanı
dəstəkləyən dövlətlər belə, bir sıra qərb dövlətləri, əgər regionda sülhdə və əməkdaşlıqda maraqlıdırlarsa, o zaman təbii ki, kommunikasiyaların bərpa edilməsi və Zəngəzur dəhlizinin açılması əsas tərəflərdən biridir. Çünki bütün hallarda kommunikasiyalar bərpa edilməsə və Zəngəzur dəhlizi açılmasa, biz regionda dayanıqlı sülhün formalaşmasını müşahidə edə bilməyiz. Təbii ki, sülh müqaviləsi ilə bağlı Azərbaycanın özünün tərəfləri var və Dəfələr Cənab Prezident tərəfindən də, Xarici İşlər Nazirliyi tərəfindən də məhz bu tərəflər və xüsusən iki tələb xüsusilə vurğulanıb, həm ATƏT Minsk qrupunun buraxılması, ləğv edilməsi, eyni zamanda Ermənistan konstitusiyasının dəyişilməsi və Azərbaycana qarşı ərazi iddiasının konstitusiyadan çıxarılması. Bunlar təbii ki, sülh müqaviləsinin bağlanması üçün bizim tərəflərimizdir və bu da təbii ki, beynəlxalq hüquqa uyğun tərəflərdir. Amma bütün bunlarla yanaşı sülh müqaviləsi təbii ki, bu iki ölkə arasında imzalanmış bir müqavilədir. Amma sülh müqaviləsindən sonra dayanıqlı sülhün formalaşması üçün artıq dəhlizlərin açılmasına və təbii ki, Zəngəzur dəhlizi daxil olmaqla kommunikasiyaların açılmasına ehtiyac var. Çünki biz dayanıqlı sülh yalnız Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların bərpa edilməsi fonunda baş verə bilər. O baxımdan təbii ki, Ermənistan sülhdə maraqlıdırsa, sözsüz Zəngəzur dəhlizinin açılmasında da maraqlıdır. Çünki Zəngəzur dəhlizi iqtisadi qiymətləndirmələri göstərir ki, bu yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən quru nəqliyyat xətti deyil. Təbii ki, bu bizim üçün önəmlidir. Naxçıvan Muxtar Respublikasına quru nəqliyyat, birbaşa quru nəqliyyat vasitəsilə çıxış imkanları deməkdir. Amma Zəngəzur dəhlizinə daha geniş kontekstə baxılmasına ehtiyac var. Çünki Zəngəzur dəhlizi region inkişafı üçün vacib layihələrdən biridir və dəfələrlə Azərbaycan tərəfindən də bu qeyd edilib, hətta beynəlxalq tədqiqatlar da göstərir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə regionun inkişafına töhfə verəcək. Burada yalnız təbii ki, Azərbaycan Ermənistanın və arasında kommunikasiyanın bərpasından söhbət getmir. Burada eyni zamanda qonşu ölkələrin, ilk növbədə qonşu ölkələrin Zəngəzur dəhlizinin istifadəsindən söhbət gedir. Həm İranın, Rusiyanın, Türkiyənin və eyni zamanda Qərb və Şərq dövlətlərinin Zəngəzur dəhlizi vasitəsilə daha çox yüklərini daşıması mümkündür. Çünki nəticə etibarı ilə orta dəhlizə maraq artır və Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinin bir elementinə çevriləcək, inteqrasiya olunacaq və xüsusən də Rusiya və İrana qarşı sanksiyalar fonunda orta dəhliz vasitəsilə daha çox yüklərin daşınması müşahidə olunur. Eyni zamanda Amerika Birləşmiş Ştatlarındakı qarşılıqlı tarifdən sonra da gözlənilir ki, Çin daxil olmaqla Asiya ölkələri ilə Avropa ölkələri arasında ticarət əlaqələri genişlənəcək. Çünki bu bir sıra Asiya ölkələrinin Amerika Birləşmiş Ştatlarının bazarına çıxartdığı məhsulların artıq digər regiona və xüsusən də Avropa Birliyi İttifaqı bazarına çıxarılmasına zəmin yaradacaq və bu baxımdan Zəngəzur dəhlizi həm də bu kontekstdən zamanın bir tələbidir və nəzərə alsaq ki, Zəngəzur dəhlizi vasitəsilə yalnız ənənəvi məhsullar daşınmayacaq. Həm də təbii ki, biz xüsusən də yaşıl enerjinin Zəngəzur dəhlizi vasitəsilə nəql edilməsini təbii ki, planlaşdırıq ölkə olaraq. Çünki nəzərə alsaq ki, bir tərəfdən həm yaşıl enerjinin ixrac olunması əsas hədəflərdən biridir və buna bağlı Azərbaycan, Gürcüstan, Avropa İttifaqı arasında bir anlaşma var. Yalnız Azərbaycan, Gürcüstan üzərindən deyil, həm də Naxçıvan üzərindən yaşıl enerjinin ixrac imkanları var. Ona görə Zəngəzur dəhlizi təbii ki, həm də bütövlükdə müasir çağırışlara uyğun olaraq dəhlizləri inteqrasiya və yalnız ənənəvi məhsulların deyil, həm də yaşıl enerjinin ixracatı baxımından Azərbaycan və bütövlükdə region üçün bir imkandır. Ona görə buna yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqələrin bərpası, yəni quru əlaqələrin bərpası kimi deyil, həm də eyni zamanda regionun inkişafı üçün açılan bir pəncərə kimi baxmaq lazımdır və o baxımdan təbii ki, Ermənistanın əslində prosesi yubatması, həm də bildiyiniz kimi təbii ki, Ermənistanda bir sıra makroiqtisadi göstəricilər dəyişiklik baş versə də belə, bu daha çox reeksportla bağlı dəyişikliklərdir. Yəni Ermənistan sanksiyalarda yaymağa çalışaraq həm Rusiya ilə, həm də Rusiyanın əvvəllər əməkdaşlıq etdiyi ölkələrlə eksport və import dövriyyəsini genişləndirir. Bu qısa müddətlidir və Ermənistanın özü üçün də
həm iqtisadiyyatının böhrandan çıxması və digər göstəricilərin yaxşılaşdırılması üçün də kommunikasiyanın bərpasına ehtiyac var. Əslində, Ermənistan tərəfi, İrəvan rasional düşünsə, o zaman Zəngəzur dəhlizini daha tez istifadəyə verilməsində maraqlı olmadı. Amma çox təəssüfsüz ki, biz İrəvanın rasional düşünməsini, rasional qərar qəbul etməsini müşahidə etməsinə, revanşist meyllərin güclənməsi müşahidə olunur. Revanşist meyillər Zəngəzur dəhlizi daxil olmaqla Azərbaycanla münasibətlərinin bərpasına qarşıdır. Amma təbii ki, yeni qeyd etmək istərdim ki, bu sadəcə bir zaman məsələsidir. Vüqar müəllim, təbii ki, Zəngəzur dəhlizinin gerçəkləşməsi regiona çox şaxəli fayda verəcək. Yəni, bunun müsbət tərəfləri daha çoxdur. Həm region üçün, həm region dövlətləri üçün. Amma Ermənistan özünü bu layihədən ümumiyyətlə təcrid edir. Təkcə təcrid eləmir, həm də çalışır ki, bu layihə gerçəkləşməsin və burada həm revanşist qüvvələrin rolu var, həm Ermənistana dəstək verən havadarlarının rolu burada var. Sizcə niyə görə bu cür bir layihədə Ermənistan özünü təcrid edir? Çünki nəzərə alsaq ki, Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdədir və bu layihənin gerçəkləşməsi həm də Ermənistanın gələcəkdə iqtisadiyyatını dirçəldə bilər. Niyə görə bu məsələlər hamısı kənar plana atılır? Yəni, bununla bağlı Ermənistanın gizli planları nədən ibarətdir? Xanım, siz əslində biz fikir versək, Ermənistan regional layihələrdən təcrid olunub. Ermənistan əslində apardığı siyasət nəticəsində regional layihələrdə əslində son 30 ildə iştirak edə bilməyib. Əslində səbəbkar təbii ki, Ermənistanın apardığı siyasət olub. Nəticə etibar uzun müddət Azərbaycan torpaqlarını işğalda saxlayıb və işğalçı siyasəti davam etdirdiyinə, yürütdüyünə görə regional layihələrdə iştirak edə bilməyib. Yəni, bugün təbii ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa edib. Azərbaycan MDB-də konfliktlərə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlətdir. Və sözsüz artıq yeni bir mərhələdir, regionda yeni bir düzən formalaşıb və yeni düzən əslində bu yeni düzən kontekstində də siz qeyd etdiyiniz kimi İrəvanın davranışlarının dəyişməsi gözlənilən idi, amma çox təəssüf ki, dəyişmədi. Əslində, nə üçün Ermənistan regional layihələrdən təcrid olunmağa çalışır? Əslində, bu nə Azərbaycanın, nə digər ölkələrin məqsədli siyasəti deyil. Təbii ki, biz Ermənistan işğalçı olduğuna görə regional layihələrdə Ermənistanın iştirakına imkan verməmişik. Tamamilə doğru və beynəlxalq hüquqa uyğun bir siyasət idi. Amma təbii ki, həmişə yanaşma bundan ibarət olub ki, əgər Ermənistan o dövlət təbii ki, işğalçı siyasətdən əl çəkərsə, o zaman kommunikasiyanın bərpası mümkün ola bilər. Artıq təbii ki, işğal sona çatıb, Qarabağ konflikti yoxdur və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunur. Və bu mərhələdə əslində Ermənistanın qeyd etdiyimiz kimi rasional düşünməsinə, rasional qərar qəbul etməsinə ehtiyac var. Amma görünən bundan ibarətdir ki, xüsusən siz qeyd etdiniz Ermənistan havadarları və ya Ermənistan lobbisi. Ermənistan havadarları və eyni zamanda Ermənistan lobbisi güclü və iqtisadiyyatı inkişaf edən Ermənistanda maraqlı görsənmir. Onlar daha çox əslində zəif və iqtisadiyyatı inkişaf etməmiş Ermənistanın olmasında maraqlıdırlar ki, Ermənistana təsir imkanlarını qoruyub saxlaya bilsinlər. Və əslində uzun müddət və hətta indi sosial şəbəkədə izləyəndə də görür ki, əslində həm regionda sülhün əldə edilməsinə, həm təbii ki, o işğalın uzun müddət qalmasını dəstəkləyən tərəflərdən biri Ermənistan lobbisi. Çünki Ermənistan lobbisi bir tərəfdən Azərbaycan-Ermənistan arasındakı münasibətlərin yaxşılaşmasında maraqlı deyil. Digər tərəfdən Ermənistan lobbisi və havadarlar Ermənistan iqtisadiyyatının inkişaf etməsində maraqlı deyil. Çünki havadarları və təbii ki, Ermənistan lobbisi maraqlıdır ki, İrəvanın onların puluna, vəsaitinə ehtiyacı qalsın. Və bunlar da təbii ki, Ermənistanda və İrəvandakı siyasətə təsir imkanlarını qoruyub saxlaya bilsinlər. Ona görə əslində İrəvanda bu tip rasional qərarların qəbul edilməməsinin təbii ki, fərqli səbəbləri var, amma səbəblərindən biri də məhz o xarici faktorların Ermənistan lobbisinə və Ermənistanı dəstəkləyən havadarların bu məsələdəki mövqeyidir ki, nəticə etibarımızda təbii ki, prosesi yuvanmasına gətirib çıxar, amma təbii ki, Azərbaycan göründüyü kimi və kadrlarında da görür ki, Azərbaycan kifayət qədər ciddi infrastruktur layihələr həyata keçirir. Bu, ondan xəbər verir ki, bu əslində Zəngəzur dəhlizinin başlanğıcıdır və təbii ki, bu da reallaşacaq.
Təşəkkür edirəm sizə Mən Vüqar təşəkkür müəllim. edirəm. Təbii ki, Ermənistandan fərqli olaraq Azərbaycan bölgədə regional layihələrin həyata keçirilməsinə maraqlıdır və bunu da gerçəkləşdirir. Bir daha sizə təşəkkür edirəm. Belə xatırladım ki, qonağı millət vəkili Vüqar Bayramov idi. Biz Vüqar müəllimlə Zəngəzur dəhlizinin regional əhəmiyyəti barədə danışdıq.